Ermənistan vaxt qazanmaq üçün güzəşt siyasəti yetirməlidir. Mən Tavuşla sərhəddəki kəndlərdə bir-bir olmuşam, onların hamısı türk kəndləridir. Turkustan az məlumat verir ki, bunu 1-ci Qarabağ müharibəsində iştirak edən erməni polkovnik Andranik Davtyan erməni soyqırımının 110 illiyinə həsr edilən tədbirdə jurnalistlərə açıqlamasında deyib. O, Qazaxın kəndlərinin işğalında iştirak etdiyini bildirib. Biz sadəcə Cermukdan bir hissəni Azərbaycana verməyə razılaşmışıq, qalanları hələ yox. Ümumiyyətlə, Tavuşa bitişik kəndlərdə olmuşam. Onlar türklərindir. Biz Qarabağı qaytardıq, o kəndləri də təhvil verməliyik. Həmin kəndlərin ələ keçirilməsində şəxsən iştirak etmişəm. Haradan, kimlə aldığımızı çox yaxşı bilirəm. Onu da bilirəm ki, o kəndlərin heç biri bizim deyil. Sadəcə Vaskebarın bir hissəsi bizim, bir hissəsi Azərbaycanındır. Polkovnik Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanımasını təqdir edib. Yazıq Paşinyan nə etməli idi? Onsuz da bunu baş nazirdən əvvəl Rusiya prezidenti Vladimir Putin də elan etmişdi. Əlavə edək ki, Ermənistan mediasında Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndlərinin demarkasiya və delimitasiya prosesinin növbəti mərhələsi çərçivəsində Azərbaycana təhvil veriləcəyinə dair məlumatlar paylaşılıb.